Son dövrlər ümumiyyətlə mediada biz görürük, məktəb yaşında qızların, əsasən də xüsusən də bölgələrimizdə baş verir bu, ərə getməsi məsələsi, amma bu qanun pozuntusudur, hüquq mühafizə orqanları bununla məşğul olur onsuz da. Sadəcə maraqlı nədir? Məsələn, Türkiyədə və bir çox qonşu dost dövlətlərimizdə belə bir təcrübə var ki, Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi və yaxud təhsil şöbəsi, rayonun təhsil şöbəsi bu cür hallarda həmin uşaqlar axı məktəbdən yayınma baş verir. Məsələn, hətta 15-16 yaşında hamiləlik məsələsi də baş verib və bununla bağlı düşünürəm ki, sualımız budur ki, yəni siz hansısa bir xüsusi bir tapşırıq vermisinizmi, göstəriş varmı? Çünki çox ciddi məsələdir bu bildiyimiz kimi. Yəni tapşırıq deyəndə qayda var. Şagird onsuz da davamlı olaraq dərs buraxanda, davamiyyət pozulduqda bizimdə də eyni oxşar qayda var. Deməli, ümumi təhsil müəssisəsi belə bir hal müəyyən etdikdə və valideynlə bunun səbəbini aydınlaşdıra bilmədikdə. Məsələn, səbəb olur ki, məktəb başa düşmüş uşaq xəstədir, aydındır, bu ayrı mövzudur. Amma səbəbi bilinmədikdə və məktəb bunu özü müəyyən edə bilmədikdə, bilirsiniz ki, yerlərdə uşaqların hüquqlarını müdafiə, əvvəl onun cədacıdır, azyaşlılar və yeniyetmələrlə iş komissiyası gedir. Uşaqların müdafiəsi komissiyası adı, ya səhvlənmirəmsə, həmin yerli komissiyalar müraciət olunur və yerli icra hakimiyyəti orqanları artıq həmin komissiyalar çox tərəflidir. Yəni orada həm hüquq mühafizə orqanları var, həm səhiyyə orqanı var, həm təhsil orqanı var, həm digər qurumların nümayəndələri var. Onlar artıq davamiyyətlə məşğul olur. Yəni bizdə də bu prinsip var yəni. Yəni bu qayda keçərli deyil. Qaydamızda bizdə bu var. Yəni yenə deyirəm, bu söhbət əgər prosedurdan gedirsə, prosedur belədir. Yəni məktəbdə davamiyyət məsələsi yenə məktəb özü müəyyən edə bilirsə ki, uşaq niyə gəlmir, onda özü bununla məşğul olur. Amma uşağın bəzi hallarda bunu müəyyən etmək mümkün olmur. Mümkün olmadıqda yerli icra hakimiyyəti orqanlarına bu barədə məlumat verilir və bizim yüzlərlə belə halımız var ki, belə halda yerli icra hakimiyyəti orqanı həmin uşaqların davamiyyətini komissiyalar vasitəsilə, yerli komissiyalar vasitəsilə bərpa edir. Yəni belə hallarımız çoxdur.